Bence bebeği. Salamlar, Üç Uşaqlarının bir günü vloguna xoş gəlmisiniz. Mənə ünvanladığınız suallar və mövzular haqqında sırayla danışıram. Bundan əvvəlki mövzumuz xəyanət idi, indi də istəyirəm boşanmaq haqqında danışaq. Boşanmaq bir qadının həyatında çox ağır və çətin qərardır. Mən heç vaxt xəyanət, fiziki və psixoloji şiddət, hörmətsizlik ya da sevdiyin insanı bilərəkdən incidəcək sözlər olmadıqca boşanmağın tərəfdarı olmamışam. Çünki boşanmaq problemin həlli yox, başqa problemlərin başlanğıcıdır. Bəli, bəzən insanın taqəti qalmır, dözmək çətin olur. Amma yenə də düşünürəm ki, bir ailəni qorumaq üçün sonuna qədər mübarizə aparmağa dəyər. Amma bu mübarizə də tək tərəfli olmamalıdır. Əvvəlcə danışmaq, dinləmək, bir-birini anlamağa çalışmaq lazımdır. Çox vaxt qadın susur, kişi isə qadının nə istədiyini anlamır. Qadın öz içində incimiş halda yaşayır, amma dilə gətirmir. Kişi də sanki hər şey qaydasındaymış kimi davranır. Halbuki ailəni saxlayan ən böyük sir danışmaqdır. Başta zibili de götür de. Zibili. Ürəkdən və səmimi danışmaq. Qadın ürəyindəkini deyəndə, kişi də dinləməyi öyrənəndə çox şey dəyişir. Yoxsa soyuqluq daha da soyuqluğu artırır. Bir cümlə var, zaman dərman deyil, çayı stəkanda soyudar, insanı da ürəkdə. Əslində çox evliliyin başlanğıcında sevgi olur. İnsanlar bir-birinə görə risk alır, bəzən ailəsini qarşısına alır, bəzən ölkəsini dəyişir. Bəzən heç vaxt evlənməzdim, səninlə tanış oldum, evliliyə inandım deyir. Sırf səninlə ailə qurmaq istədim deyir. Deməli o sevgi dəyərli imiş ki, evlənmisiniz. O sevgi birdən yox olmur. Sadəcə gündəlik qayğıların, yanlış anlaşılmaların, ailəyə yeni fərdlərin gəlməsi ilə yorğunluğun altında gizlənir. Əgər tam sönməyibsə, o sevgini yenidən canlandırmaq mümkündür. Boşanmalarda isə ən çox yaranı alan uşaqlar olur. Çünki uşaqlar hər şeyin şahididir. Onlar bizim sözlərimizdən çox davranışlarımızı görürlər. Ana ilə ata bir-birinə hörmətlə yanaşanda, bir-birinə dəyər verəndə uşaqların da gələcəyi sağlam olur. Biz onların gözündə ailənin güzgüsü oluruq. Mənə hesabat verirsən, o pulu necə xəritləmirsən? İxtiyarın yoxdur. Yox, bu özəl şirkətdir. Əgər evdə sevgi varsa, uşaqlar da sevgini öyrənir. Hörmət varsa hörməti, şiddət varsa şiddəti. Ona görə mən inanıram ki, ailəni qorumaq sadəcə qadın və kişinin deyil, həm də övladların gələcəyi üçündür. Fikir vermisiniz, sağlam ailələr 40-50 illiyini qeyd edən cütlüklərin uşaqlarının, nəvələrinin də evlilikləri möhkəm olur. Çünki qarşılarında gözəl nümunələr olur, sevgi, hörmətin dəyərini bilənlər. Əlbəttə söhbət bir-birini saymayan, xəyanət edən, fiziki, psixoloji şiddət göstərib, amma 40-50 il nikah şəhadətnaməsi olanlardan getmir. Mənim müşahidəmə görə boşananlar da 3 yerə ayrılır. Gəlin sizə birinci qrupa bir nümunə çəkim. Təxminən 7-8 il əvvəl bir yerdə işləyəndə mənim bir iş yoldaşım var idi. O zamanlar mənim 20 yaşım var idi, o iş yoldaşımın isə 35 yaşı var idi. 3 uşağı vardı, ərindən xəyanət görüb boşanmışdı. Digər iş yoldaşım isə təxmini 28-29 yaşlarında idi. Onun da 1-2 yaşında bir qızı var idi. Bir gün hamımız birlikdə oturub yemək yeyirdik, söhbət açıldı. 28 yaşında olan dedi ki, ərimlə problemlərim var, yola getmirik və s. Mən də diqqətlə dinləyirdim. 35 yaşında olan dedi ki, ay qız, boşan getsin, neyinirsən o əri? Öz həyatını yaşa, cavanlığın gedir. Mən bu cümləni eşitdim və dəli oldum. İnsan başqa birinin həyatına necə bu cür müdaxilə edə bilər? Çünki onun bir körpəsi var və o körpəni atasız qoymaq deməkdir. Deyəcəksiniz ki, boşananda bəyəm atasız qalırlar. Azərbaycan reallığına baxanda 80-90% insanlar boşandıqda atalar çox zaman uşağını saymır. Bu haqda da birazdan danışarıq, nəysə sözüm onda deyil. Nəysə, o qadın yanımızdan ayrılan kimi həmin qıza dedim ki, dəlisən, qulaq asma ona. Hər xırda şey üçün adam boşanmaz.
Bu həyatdır. Həyatın yaxşı tərəfi olduğu kimi pis tərəfləri də var. İndi ola bilsin ki, çətinlik çəkirsən, bəlkə də özünü tükənmiş hiss edirsən, amma inan ki, yaxşı olacaq. Bu çətin dönəmdən keçəndən sonra ailən daha da möhkəmlənəcək. Onsuz da heç kimin həyatı güllük gülistanlıq deyil. İndi sizə deyəcəyəm ki, bu nümunəni mən niyə çəkdim? Məsələn, bu 35 yaşındakı qadın mənə görə boşananların birinci qrupuna aiddir. Birinci qrup da bilirsiniz mənim üçün kimlərdir? Öz içindəki acı və boşluqla yaşamağa alışa bilməyənlər. Bu insanlar başqalarının da xoşbəxtliyini görməkdən narahat olurlar. Mən boşanmışamsa, sən də boşan deməyə meyillidirlər. Öz yaralarını sarıya bilmədikləri üçün başqasının ailəsini dağıtmaqla təsəlli tapmağa çalışırlar. Bu əslində mənim həyatımda o döngü nöqtələrindən biri olub. Amma həmin insanların unutduğu bir şey var. Hər insanın hekayəsi fərqlidir və hər münasibət unikaldır. Yəni sən xəyanət görmüsən, bu çox ağırdır, bəli, razıyam. Amma digəri isə sadəcə uşaqdan sonra qadının hormonlarının dəyişməsi və yoldaşının ona münasibətində bu stresi anlamadığı üçün necə davranacağını bilməməsi ilə əlaqədardır. Yəni ortada xəyanət yox, fiziki şiddət yox, psixoloji şiddət yox, söyüş-söymək yox, təhqir etmək yox. Bu insan niyə ayrılsın? İndi isə gələk mənə görə ikinci qrupa. Bu qrupdakılarsa tam əksinə. Boşanıb öz acısından dərs alanlar. Onlar isə həmişə deyirlər: "Mən bu acını yaşadım. İstəmirəm sən də eyni yolu keçəsən." Bu yolu keçmək həm mənim üçün, həm də yoldaşım üçün çətin olub. Çünki ayrıldıqdan sonra anlayırlar ki, kimə görə, nəyə görə öz ailələrini dağıdıblar. Bu insanlar öz təcrübələrindən istifadə edərək başqalarına kömək etməyə çalışırlar. Onların məqsədi ailəni qorumaq, insanları boşanmaqdan çəkindirməkdir. Ömür o qədər qısadır ki, qürurlarına görə öz ailəsini, yuvasını bir sözə, bir cümləyə və yaxud da bir insana görə məhv ediblər. Ona görə bu ikinci qrupa aid olanlar həm qadını, həm kişini, həm də uşaqları düşünürlər. Bir də var üçüncü qrup. Bunlar isə sağlam şəkildə boşananlardır. Onlar bilir ki, münasibət alınmadı, amma düşmən də olmadılar. Bir-birinə nifrət yığmadan hörmətlə yollarını ayırırlar. Bu evliliklər isə əsasən Azərbaycanda cəmiyyətimizdə açıq danışılması normal sayılmayan mövzulara görə olur. Ən sadə misal evlilikdə həyəcanın olmaması. Türklərdə belə bir cümlə var: kimyalarının bir-birinə uymaması. Məsələn, xariciləri misal çəksək, xaricilər hər şeyi yaşayırlar, sonra hər mənada özlərinə uyğun biri ilə evlənirlər. Amma Azərbaycanda bu milli mənəvi dəyərlərə görə qeyri-mümkündür. Bizim cəmiyyət evləndikdən sonra anlayır ki, kimyamız uyur yoxsa yox. Bir-birimizi tamamlayırıq yoxsa yox. Fikir versəniz, bu cütlüklər də çox zaman böyük bir eşqlə evlənirlər, amma bir ildən də tez bir müddətdə boşanırlar. Bu da mənim üçün üçüncü qrup boşananlardır. Bu arada sizdən bir xahişim var. Kanalıma abunə olub mənə dəstək olmağınız. Hər vloqumda çalışıram ki, sizin üçün məndən istədiyiniz mövzular haqqında danışım. Və bu mövzulardan danışanda öz həyat təcrübəm, başqalarının həyat təcrübəsi, oxuduğum, öyrəndiyim hər şey haqqında sizi maarifləndirməyə çalışıram. Kanalıma abunə olmağınız, bir like etmək, gözəl bir şərh yazmaq sizin sadəcə bir dəqiqənizi alacaq. Məni isə çox xoşbəxt edəcəksiniz. Uşaqlar yatarkən sizin yazdığınız bütün şərhləri oxuyuram. Sizin verdiyiniz dəyəri görürəm və bu da məni çox xoşbəxt edir. Hər birinizi çox sevirəm. Nəysə, qayıdım mövzumuza. Evlilik əlbəttə nə oyun deyil, nə də nağıl deyil. Hər ailədə çətinliklər olur. Bəzən elə anlar olur ki, qadın deyir: "Mən dözə bilmirəm." Amma güc elə burdadır, o çətinliyin içindən çıxmaqda. Bəli, getmək də gücdür, amma qalmaq da böyük gücdür. Bəzən səbr etmək, bəzən susmaq. Əlbəttə əvvəldə saydığım psixoloji, fiziki şiddət, xəyanəti nəzərdə tutmuram. Bəzən hər şeyi sıfırlayıb yenidən başlamaq da gücdür. Həqiqi güc budur ki, illər keçdikdən sonra biz bu çətinliyi birlikdə aşdıq deyə bilmək. Bəzən sevgi görünmür, amma hiss olunur. Küssən də, incisən də, gecə üstü açıq qalanda üstünü örtmək, işdə ac qalmağına razı olmayıb yeməyini hazırlamaq, danışmadığında belə ondan nigaran qalmaq, onun sevdiyi, xoşbəxt olacağı şeyləri alıb şkafa yığmaq. Bunlar hamısı sevginin səssiz ifadələridir. Ne oldu? Ne oldu Bayaz? Ne istiyorsun? Getir.
çəkirsən? Nədir? Qoymursan çəkim səni. Quc-quc edirsən mamasını. Hər insan səhv edə bilər. Amma keçmişdə ilişib qalmaq, hər səhvi günah siyasına çevirmək ailəni yavaş-yavaş dağıdır. Əsl güc səhvləri bağışlamaq, dərs almaq və bir-birinə yenidən sahib çıxmaqdır. Ən xoşbəxt evliliklərdə belə eşidərsiniz ki, bəzən boşanma həddinə gəliblər, amma sevgi, hörmət o qədər güclü olub ki, hər şeyin üstündən xətt çəkib ailəni dağıtmayıblar. Ayaz, bu nə oturuşdu balam? Ay Şirin, belə yemək yeyirlər adə. Ona görə də mən boşanmağın tərəfdarı deyiləm. Mən tərəfdaram ki, qadın da, kişi də əlindən gələni etsin. Bir-birini başa düşməyə, bir-birini dinləməyə, bir-birinə sahib çıxmağa çalışsın. Çünki ailə yalnız qan qohumluğu deyil, həm də ruh qohumluğudur. Ruh qohumunu itirmək ən böyük boşluqdur. Və ən əsası unutmayın ki, heç bir evlilikdə mükəmməllik yoxdur. Sadəcə bir-birinə hörmət, sədaqət və dəyər var. Bunlar olduğu müddətcə ailə dağılmaz. Qadın da, kişi də istəsə hər şeyin üstəsindən gəlmək olar. Azərbaycanda ümumiyyətlə türk ölkələrinə nəzər saldıqda insanların 80-90% ayrılmağı da bacarmır. Çoxu elə bilir ki, boşanmaq ancaq dava qırğın, qalmaqal söyüşlə olur. Hirsini cilovlaya bilmir, illərlə yaşananları bir anda silib hörmətsizliyə çevirir. Əslində isə ayrılıq mədəniyyət tələb edir. Necə ki, sevib evlənmək böyük məsuliyyətdirsə, ayrılmaq da bir o qədər məsuliyyətdir. İki insan yollarını ayıranda düşmən olmaq məcburiyyətində deyil. Çünki dava qırğınla ayrıldıqda ən çox zərbəni uşaqlar, ailələr və insanın öz ürəyi alır. Bir də Azərbaycanda çox zaman kişilər ayrılarkən uşaqdan da boşanır. Evliyikən qadına kişi və kişinin ailəsi deyir ki, sən uşağı evindən cehiz olaraq gətirməmisən. Ayrıldıqdan sonra isə bu cümlələri deyənlər heç uşağı yada salmırlar. Nə geyimini, nə yeyib içdiyini, nə də harada yaşadığı ilə maraqlanırlar. Götür gəl. Yaxşımı? Nə olacaqsan? Mən sandalına donmadım. Yaxşı, yaxşı. Gəl. Pisi sanacağım. Pilisos alacaqsan? Anava pilisos alırsan, sonra nə alırsan? Sen. Aha. Mən səndən. Sen. Yaxşı. Bunu da çox eşitmişik. Evlənərkən oğlanın evi ana-atasının adına salması, ailə qurduğu şəxsə, uşaqlarına qarşı etdiyi hörmətsizliyin ən bariz nümunəsidir. Çünki evlilik ailənə sahib çıxmaqdır. Azərbaycan dilində bunun tərcüməsini bilmirəm, amma türklər belə insanlara içdən pazarlıqlı deyir. Evi qohumlarının adına salanda, soruşanda ki, niyə belə etmisən? Cavabı boşananda qadına qalmasın olur. Bu əslində ailə qurmaq deyil, öncədən ayrılığı planlamaqdır. Belə olanda da münasibətə güvən yox, şübhə girir. Bir sözlə əsl kişi hərəkəti deyil. TikTokda videolar izləyərkən bir blogerin danışığı qarşıma çıxmışdı. Tam yadımda deyil, təxmini belə bir şey idi. Demişdi ki, biz ayrılanda keçmiş həyat yoldaşım deyib ki, sən məndən çox qazanırsan, uşaqla özün maraqlan. Və bu cümləni eşidəndə çox pis oldum. Çünki qadının bir kişidən çox pul qazanmağı onun uşağına atalıq etməməyi demək deyil. Sonra da həmin kişinin keçmiş həyat yoldaşı haqqında nalayiq sözlər deməsi yenə də o insana haqq vermir ki, uşağına atalıq etməsin. O qadın pis də ola bilər, xarab da ola bilər, xəyanətkar da ola bilər, amma o uşaq sənin balandır. Ümumiyyətlə ayrılarkən kişinin də, qadının da keçmiş həyat yoldaşı haqqında pis sözlər deməyi qəbul olunmazdı. Sən övladının ana-atasını pisləyəndə ətrafdan özünə mən doğru insanam demək üçün sübut axtarırsan. Amma sonradan o uşağın gələcəyini düşünmürsən. O uşağın ailə həyatı qurmağı var. Gələcəkdə ona deyəcəklər ki, sən kim olmusan ki, sən filankəsin qızısan və yaxud da oğlusan. Hər zaman analar və atalar bir addım atanda 100 dəfə düşünməlidir. Əsas da evli olanda xəyanət barəsində. Bu çəkdiyim nümunələr əsl kişi necə olmaz haqqında idi. Gəlin sizə çoxumuzun tanıdığı bir də gözəl nümunə çəkim.
Bir bloger də var ki, keçmiş həyat yoldaşı videoqrafdır. Qadın da pul qazanır, kişi də pul qazanır. Amma kişi ayrılarkən birlikdə yaşadıkları evi keçmiş həyat yoldaşına və uşaqlarına verib ki, rahat şəkildə yaşasınlar. Paylaşdığı statuslardan belə bilinir ki, alimentdən əlavə uşaqlarına çox yaxşı baxır, keçmiş ailəsinə sahib çıxır. Hətta keçmiş yoldaşı ölümcül halda xəstəxanalıq olanda ilk xəstəxanaya da o aparıb, sağalana qədər ondan xəbər tutub. Evliyikən nə problemlər yaşadığını bilmirik. Amma boşandıqdan sonra etdiyi hərəkətlər əsl kişi hərəkətləridir. Həmin insana bu saydıqlarımı görəndən sonra simpatiyam artdı. Bizim toyumuzu da həmin videoqraf çəkmişdi. Nəysə, bu qədər təriflədim, bəsdir. Sadəcə nümunə olsun deyə sizə dedim. Bəzi evliliklər də var ki, uşaq doğulduqdan sonra sarsıntı baş verir. Çünki ailə təkcə 2 nəfərin sevgisi ilə qurulmur. Uşaqların doğulması ilə məsuliyyətlər qat-qat artır. Gecə yuxusuzluqları, maddi çətinliklər, diqqətin uşaqda toplanması kişini də, qadını da yorur. Qadın bəzən özünü tək hiss edir. Kişi isə diqqətin hamısının uşaqda olmasına öyrəşə bilmir. Bu dönəmdə bir-birini anlamayan cütlüklərdə soyuqluq yaranır. Əslində isə bu sevginin bitməsi demək deyil. Sadəcə həyatın yeni mərhələsinə uyğunlaşmaqdır. Amma kimlərsə bu sarsıntını aşa bilir, kimlərsə ilişib qalır. Xüsusən də uşaqların doğulmasının ilk illəri, gecə yuxusuzluqları, iş, ev yükü, bunlar sevgini sınayır. Bunların hər biri keçicidir. Əgər cütlük bir-birinə dəstək olmağı bacarırsa, bu dövr onları daha da yaxınlaşdırır. Ona görə deyirlər ki, evlilikdə ilk 4-5 il çox önəmlidir. Çünki 2 nəfər bir-birinin xasiyyətini öyrənir, maddi-mənəvi çətinlikləri birlikdə aşır, uşaqların gəlişi ilə yeni həyata uyğunlaşır. Əgər ilk 5 ildə bir-birinə hörməti, dəstəyi, sevgini qorumağı bacardılarsa, sonraki illərdə qarşılarına çıxan fırtınalara da daha möhkəm dayanırlar. İlk 5 ildə atılan hər addım, edilən hər seçim gələcəyin bünövrəsini qoyur. Toyuq yeyirsən? İstəmirəm axı. Nə istəyirsən bəs? Çiğ köftə. Çiğ köftə? Çiğ köftə hər gün yemək olmaz axı gözəlim. Mama sənin üçün yenə bişirər, yaxşı? Sen de yerine çek işi. Sən mənim görüm dodağımı nə çəkdin? Mən bunu dodağa. Pomada çəkdin dodağıma? Hə, Niyə çəkdin? da çəkdim. Niyə çəkdin? Gəlin sizə Tem'dən aldığım əşyaları göstərim. Yuxarıda qeyd etdiyim promo kodu yazaraq aldığınız hər bir şeyə 30% endirim əldə edə bilərsiniz. Aldığım hər məhsulun linkini Instagram səhifəmdə linklər bölməsində yerləşdirirəm. Oradan tapa bilərsiniz. Duyğu üçün belə bir oyuncaq aldım. Qutunun üstündə 3 yaşdan yuxarı uşaqlar istifadə edə bilər yazılıb. Vlogun ortalarında Duyğu həmin bu oyuncaqla oynayır. İstəsəniz əvvələ verib baxa bilərsiniz. Bu oyuncaqla təkcə bir uşaq deyil, 2 uşaq da eyni zamanda oynaya bilər. Evdə çoxlu qıza aid oyuncaqlar olduğu üçün Ayazın heç bir oyuncağı yox idi. Ya kuklalar, ya da beyin inkişafı üçün olan oyuncaqlar var. Ona görə Ayaz üçün belə bir maşınlı oyuncaq aldım. Düzdür, hal-hazırda Duyğu bununla oynayır. Amma biraz böyüdükdən sonra Ayaz da oynayacaq. Həmçinin bu oyuncaqdan Duyğunun necə istifadə etdiyini vlogun ortalarında görə bilərsiniz. Sonra əl-üzümüzü yuyarkən qollarımız dirsəklərimizə qədər yaş olmasın deyə belə qolluq, həmçinin abadok aldım. Buna ehtiyac var mıydı bilmirəm, amma mənə elə gəlir ki, bu olmasa da olarmış. Bu balaca mikseri food blogerlərdə görmüşdüm. Onlar adətən dalqana kofesini hazırlayarkən istifadə edirlər. Mən isə bunu alanda yoldaşımı nəzərdə tutub aldım. O, qatıqla şəkər tozunu qarışdırmağı çox sevir. Qatıqla şəkər tozunu qarışdıranda gücü çatmadı. Ona görə də bunu uşaqlara özümüzə ayran hazırlayanda istifadə edirəm. Göstərəcəyim məhsullar da bitdi. Əzizlərim, sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Özünüzdən müğayət olun, gələn vloqlarda görüşənədək. Twinkle, twinkle, little star, how I want you, what you bandidan, bana back, bir ayı domuz, anada kaçırmayın.
Arkamızda bu takı. Aha, sonra ne olur? Sakın diyorma. Ona diyestere. Canımı. Sen yuma tatlı sahnine. Olmaz kapını açmak. Ha, elə deyir ona. Ha. Görsən bir. Ədə, sən niyə yatmırsan?